Salam, salam. Hər vaxtınız xeyir. Çox-çox hörmətli Səidə xanım. Mən Əliyev İlqar İsmailoğlu 1960-cı ildə Qərbi Azərbaycanda anadan olmuşam, Basarkeçər rayonunda. 1988-ci ildə də Qərbi Azərbaycandan məlum hadisələrlə əlaqədar sürgün olunmuşam, deportasiya olunmuşam. 1989-cu ildən də Göygöl rayonunun Kuşçu kəndində məskunlaşmışam, yaşayıram. 2 evlad atasıyam. Bir oğlum, bir kızım var. Üzr istəyirəm, Allah sizinkiləri də xoşbaxt eləsin. Bütün bunlara baxmayaq, çox-çox hörmətli Səidə xanım. Bir qrup vəzifəli məmurlar. Bu Fatma Hacıbəyli Bakı şəhərində yaşayan qeyri-hökumət təşkilatının sədri və başqa digər vəzifələrdə işləyirəm. Bu Göygöl rayon Kuşçu kənd, Qarabulaq kənd İnzibati Ərazi Dairəsinin kənd icra nümayəndəsi Etibar Məmmədov. Bu Aslanov isə Müzəffəroğlu, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı. Bu Mehdi kənd icra nümayəndəsinin müavini. Bir də bunları bax belə bir yerdə şəkillərini çəkmişəm. Bu Aslanov Zabil Barisoğlu. Bu Aslanov Baris kənd bələdiyyəsinin sədri. Bu Fərzəliyev Nurəddin kənd icra nümayəndəsi. Bu kənd icra nümayəndəsinin müavini İbrahimov Hənifə. Avazov Qadir kənd bələdiyyəsi. Avazov Qadir'in qardaşı Avazov Ateş Göygöl rayon torpaq şöbəsinin müdürü. Bakı şəhəri Xəzər Dəniz Gəmiçilik İdarəsinin vəzifəli məmuru Mansurov Tofiq və s. və ilaxır. Onlarla vəzifəli məmurlar, bax bunlar. Hamısı əlbir olublar. Mənlə mənim balalarımın Göygöl rayonunun Kuşçu kəndindəki evimi söküb bu hala salıblar. Niyə bu hala salıblar? Hörmətli Səidə xanım, mən Göygöl rayonunun Kuşçu kəndində qeyd elədiyim bu kənddə əvvəllər 1989-cu ilə qədər erməni yaşayıb. Mən bu evi almışam 20.000 manata. Mənim bu evimdən bax bu evdən, gördüyünüz bu evdən mən Əliyev İlqar İsmailoğlu bir ədəd qızıl samavar tapmışam. 2 ədəd qızıl kəmər tapmışam. Biri kişi, biri qadın kəməri. Bir ədəd qızıl çini, jaronlik deyirlər. Bir ədəd də qızıl kasa tapmışam. Bax mənim bu göstərdiyim adamlar, bu manyaklar, maşenniklər, dələduzlar, fırıldaqçılar, oğrular, quldurlar vəzifələrindən sui-istifadə edərək mənlə mənim balalarımın adımıza ölüm kağızı çıxardıblar. Ki biz ölmüşük. Ölüm kağızımızı versinlər. Diriyik də diri kağızımızı versinlər. Bax qeyd etdiyim kimi, həmin o göstərdiyim adamlar bu adama, əgər buna adama demək olarsa da, bu Fatmaya qeyri-hökumət təşkilatının deyir sədriyəm, nə bilim baş nazirin maviniyəm, prezident aparatında müşavirəm, kiməm. Və bu Aslanov isə və hamısı bayaq göstərdiyim kimi bunlara 80.000 euro pul veriblər. Hardan alıb veriblər sual olunacaq, bilirəm. Bəli, mən qeyd etdiyim kimi mənim tapdığım qızılları məni həbs elətdiriblər. Bəli, məni Göygöl rayonunun polis idarəsində, Gəncə şəhərinin polis idarəsində 15 gün, 20 gün, 1 ay, 2 ay, 3 ay, 4 ay həbs elətdiriblər. Məni də döydürüblər. Baxın, hörmətli Səidə xanım. Çox-çox hörmətli Səidə xanım. Baxın. Məni görün nə günlərə qoydururlar və mənim evimi nə günlərə qoydururlar. Mənim o qeyd etdiyim qızılları da mənimsəyiblər. Bundan başqa, hörmətli Səidə xanım, mənim Bakı şəhər Nərimanov rayonunda mənzilim var. Həmin mənzili təsdiqləyən sənədlər də mənim əlimdə var. Olduğu kimi oxuyuram. Xanlar rayonunun Kuşçu kəndi, Əliyev İlqar İsmailoğlu. Əvvəllər Xanlar idi, indi Göygöl rayonu. Əliyev İlqar İsmailoğlu, sizin Bakı şəhərindən
Bakı Şəhər İcra Hakimiyyətindən ünvanımıza daxil olmuş ərizənizə tərəfimizdən baxıldı. Müəyyən edildi ki, sizin, yəni mənim, Rusiya Federasiyasında yerləşən və şəxsi mülkiyyətinizdə olan mənziliniz, xəbəriniz olmadan Mansurovlar ailəsi tərəfindən Bakı şəhərinə dəyişdirilmişdir. Baxın, bu Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin sənədli sübutu. Bunu mən sizə göndərəcəm də bax olduğu kimi. Bu tərəf isə Azərbaycan Respublikası Ali Məhkəməsi. Eyni olduğu kimi yazır. 27 noyabr 2001-ci il vətəndaş Əliyev İlqar İsmailoğlu Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş mənzil mübahisəsinə dair şikayətinizə baxıldı. Müəyyən edildi ki, Rusiya Federasiyasının Ulyanov şəhərində yerləşən mənziliniz, yəni mənim mənzilim xəbəriniz olmadan Bakı şəhərində dəyişdirilmiş və hal-hazırda Bakıda yerləşən mənzilimdə Mansurovlar ailəsi yaşayır. Baxın, qadanız alın. Bu da Azərbaycan Respublikası Ali Məhkəməsinin sənədidir. Və sizə qurban olun. Baxın, olduğu kimi deyirəm. Bu da Azərbaycan Respublikasının baş prokuroru. Xanlar rayonu Küçük kəndi vətəndaş Əliyev İlqar İsmailoğlu mən Azərbaycan Respublikası Milli Məclisindən daxil olmuş mənzil mübahisəsinə dair şikayətinizə baxıldı. Müəyyən edildi ki, Rusiya Federasiyasının Ulyanov şəhərində yerləşən sizə, yəni mənə məxsus mənziliniz, xəbəriniz olmadan Bakı şəhərinə dəyişdirilmiş və hal-hazırda Bakıda yerləşən mənzildə Mansurovlar ailəsi yaşayır. Baxın, qadanız alım Səidə xanım. Baxın, sizə qurban olun. Bu da baş prokurorun yazdığı, təsdiq elədiyi sənədlər. Olduğu kimi sizə göstərdim. İndi, bax, bu Fatma, bu Aslanov isə, bu Ənvər, bu Nurəddin, bu Baris, bu Zabir, bu da bunları şəkilib, bu da bu Mehdi, bu da hal-hazır ki, kənd icra nümayəndəsi Etibar. Bu da Hənifə və o birlərin də şəkillərini tapmamışam, tapanda göndərəcəm. 51 olublar. Qeyd etdiyim kimi mənim başıma baxın. Baxın, ay sizə qurban olun, baxın. Baxın, hörmətli Səidə xanım, hörmətli məni dinləyənlər. Səidə xanım, sana qurban olun, balalarına qurban olun, kollektivinə də, özünə də qurban olun. Mənim səsimi, dediklərimi canlandırın. Lazım gəlsə məni dəvət edin. Mən sizin verilişinizə də gəlməyə hazıram. Mən əlavə sizin nə suallarınız olsa, nə desəniz mən canla başla sizin qulluğunuzda hazıram. Lakin mən də mənim balalarım, əgər ölmüşümsə də bizə bir ölüm kağızını versinlər. Versin mənlə mənim balalarım. Mən ölmüşəm, qocayım deyək ki də, mən nətər sizdən hal-hazırda tanışıram. Mənim oğlum, qızım, Allah sizinkiləri də saxlayasın. Oğlum, qızım 11 il orta məktəb qutarıblar. Oğlum 5 il institut qutarıb. Oğlum hərbi xidmətdə olub. Döyüş bölgəsində olub. Və bu əgər bunlar ölübsə də, mən ölmüşəmsə də, ölmüşdürsə də, bizə nətər diplom, oğluma nətər diplom veriblər, nətər onlara 11 illik orta məktəb qutarmaq şəhadətnaməsi veriblər, nətər hərbi xidmətə çağırıb aparıblar. Bu nə biabırçılıqdır? Mən kimə deyim? Mənlə mənim balalarım heç yerdə qeydiyyatda deyil. Ay Səidə xanım, ayaqlarının altında ölüm, sizə qurban olun, balalarınıza qurban olun. Şıxlandırın, balanızın qadasını alın, özünüzün qadasını alın. Mən yazıram Bakıya, prezidentə, Milli Məclisə, hariya hüquq mühafizə orqanlarına. Onlar da göndərir buraya Göygöl rayonuna. Göygöl rayonunda buradan həmin bu beyqəriyyatlar, bu şərəfsizlər, yalan məlumatlar verirlər Bakıya, hər yana məlumat verirlər. Və mən harada qeydiyyatdayım? Mən Qərbi Azərbaycanlıyam. Qeyd etdiyim ki, mən 1988-ci ildə məlum hadisələrlə əlaqədar sürgün olunmuşam, deportasiya olunmuşam. 89'dan da burada yaşamışam. Ulu Önder'in ruhu şad olsun. Və mənim balalarıma 5 hektar 50 sot torpaq verib. Hansı əsaslarla verir? Biz ölürdüksə də bizə nətər bu torpağı verirlər? Xahiş deyirəm, qadan alım Səidə xanım. Balana qurban olum, sizlərə qurban olum. Işıqlandırın, bana kömək edin, səsimə səs verin. Ha vaxta desəniz qulluğunuzda hazırım. Diqqətinizə görə çox sağ olun, Allah razı olsun.